Uşaqlar salam. Davam edək. Amazon qiymətləndirmə tapşırıqlarında deməli birinci bölməmiz nə idi? Natural ədədin qüvvəti. Burada C variantı və D variantı. Birlikdə izahlara baxaq. Vaxtım olduqca bütün səhifələrə izah çəkməyə çalışacağım. Diqqətlə dinləyirsiniz. Hətta yaxşı olar ki, belə eləyəsiniz. Bir variantın izahına baxdıqdan sonra D variantını özlük tələbəsi yazasınız, sonra izaha baxasınız, yoxlayasınız. Deməli, faydanın qiymətini tapmaq, biz bilirik ki, 2-nin kubu 2 vur 2 vur 2, yəni 8 deməkdir. Daha sonra isə 8-in kubunu istəyir, 8 vur 8 vur 8, bu bizə verir 512. Daha sonra 3 üstü 4, 3 vur, 3 vur, 3 vur, 3 bu bizə verir 81. Şimdi gəlin hesablayaq. 512 çıxılsın, 5 vur 81. 5 vur 81, 405. 512 çıxılsın, 405. Sayı olaraq hesablarda diqqətli olmaq lazımdır. 3 üstü 4, 3 vur, 3 vur, 3 vur, 3 deməkdir. Deməli, 5'i vurduq 81'e. 405. Daha sonra isə 512'den 405 çıxırıq. Birinci ifadəmizin qiyməti olur 107. Getiririk 2'ye. Deməli, 10 üstü 5, yəni 10 vur 10, vur 10, vur 10, vur 10. Bu da bizə verir 100 min. 5'in kubu isə bizə verir 5 vur, 5 vur 5, 125'i. 100 mini mən bölsəm 25'e, bilirəm ki, 125 minə bölünür. Ona görə burada qalır, deməli, 1008 burada qalır 800. Düzdürmü? 1000 böl 125, 8 düzdür. Daha sonra nə istəyir? Deyir 800'ü böl 5'in kvadratını. 5 vur 5 bizə nə verir? 25. 800'ü bölürük 25'e. 2 dəfə 25. 50, 3 dəfə olur 75, 3 dəfə olur 75, 50 də 2 dəfə 32. Sonra bura qədər bildik. Bu ifadənin qiyməti oldu 32. Devam edək. 2'nin kvadratı 2 vur 2, 4. 5'in kubu 5 vur 5 vur 5, 125. 4 vur 125 də bizə verir 500. Daha sonra ise bak bu ifade kıymetli olur. 500, 32 üste gel. 500'ü de tapanda yekun cevabımız olur 532. Tənliyi həll edin deyir. Yəni x üstə gəl, 4'ün kubu 4 vur. 4 vur 4, 64. Bölünsün. 3'ün kvadratı 3 vur 3, 9. 8'in kvadratı 8 vur 8, 64'tür. Deməli, x üstə gəl 64'ü tapmaq üçün əvvəlcə 64'ü vururuq. 9'da. X üstə gəl 64 bərabərdir. 9 vur 4, 36, 3 adda 54, 57, 576. X'i də tapmaq üçün 576'dan çıxırıq 64'ü. Bu da bizə verir 512 düzgün cavab. Ədədi müxtəlif olan qüvvət şəklində göstərin. Yəni biz yuxarı siniflərdə qüvvət dərsi ikisində daha aydın olacaq. 4 üstü 12, yəni 4 üstü 3 vur 4 üstü 3 vur 4 üstü 3. Yəni biz burada neçə dənə 3 var? 3, 6, 9, 12. Bunları toplasaq 12 olur. Bunu belə də yaza bilərik. 4 üstü 4 üstü 3. Yəni 4 üstü 4 vur 4 üstü 4 vur 4 üstü 4. Veya 3'ü 4'e vuranda 12 olur. 4'ü de 3'e vuranda 12. Başka necə yaza bilərik? 4 üstü 12'ni 4 üstü 2'nin üstü 6 veya yerini değişip 4 üstü 6'nın üstü 2. Bu şekilde göstərebiliriz. Gəldik 4-cü tapşırığa. Deməli 2'nin kvadratı 2 vur 2 4. 2 üstü 4, yəni 2 üstü 4 bu bizə verir 16.
2 üstü 6 ise bize verir 64. Daha sonra 2 üstü 8 bize verir 256. Üste gel 3'ü hesaplayaq. Bu olur 20. 20 üste gel 64. 84. Daha sonra 84 üste gel 256. 84 üste gel 256 bu bize verir 340. 340 noktada 3 yekim olur 343. Soruşur ki 343 neyin kubudur? Əlbəttə ki 7'nin. İndi 3 üste gel 3'ün kvadratı 9. 3'ün kubu 27. 3 üstü 4 81. 3 üstü 5 243. Toplayaq. 3 üste gel 9 12. 12 üste gel 27. 12. 12 üste gel 27. 39. 39 üste gel 81, 120, 120 üste gel 243 de bize verecek 363. Şimdi 3'ü bölürük. Çünkü burada 3 vurma var. Axı. Bu da olur 121. 121 de neyin kvadratıdır? 11'in. Yani burada düzgün cevap oldu 7. Burada düzgün cevap oldu 11. Cədvəli tamamlayaq. Deməli, 2'nin kubu 8'dir. Düzdürmü? Yəni, A vur B 2048'dir. A 8'dir. 8 vur B 2048'dirsə, B'ni tapmaq üçün 2048'i bölürük 8'e. Bu da bize verecek 20'nin içerisinde 2 dəfə, 16, 44, 5 dəfə, 48, 256. Bura oldu 256. Daha sonra buraya baxaq. 9 üstü 4. 9 üstü 4 yani 9 vur, 9 vur, 9 vur, 9. Bu bize verecek. Bunu ortada zaten bölme değil. Gelin kesir şekilde yazar asan olsun. 9 üstü 4, 9 vur, 9 vur, 9 vur, 9. 3'ün kubu da 3 vur, 3 vur, 3'tür. Düzdür. Bunları ixtisar yaparaq çok rahat şekilde. Burada qalır 3. İxtisar gedir 1. Burada qalır 3. Burada ixtisar gedir qalır 3. 3 vur 3. 9, 9 vur 3. 27, 27 vur 9. Bu da bize verir 243. Bak bu hissede cevap olur 243. Daha sonra A neçədir? 2'nin kvadratı 4. Burada ise 4'ün kvadratı 16 vurulsun B kubu bərabərdir 16 minə. B kubunu tapmaq üçün 16 mini bölürəm 16'ya. B kubu olur 1000. Yəni B neçədir? Hansı ədədir? 3 dəfə öz-özünə vursaq 1000 olar. B də olur 10. Bu şəkildə düzgün cavabları tapdıq. Keçək bir səhifə. 3'ün kubu üste gel 4'ün kubu. 3'ün kubu 27. 4'ün kubu 64. Deməli 3'ün kubu 3 vur 3 vur 3. 4'ün kubu 4 vur 4 vur 4. Biz bunları toplaşaq. Bura bize verir 91. Deyir ki 33 çıx 3. 33 çıx 3 3'tür. Bu da bize verir 3'tür. 5. 3'ü de 5 dəfə öz-özünə vursaq 243. Deyir ki 91 243'dən neçə vahid kiçikdir 243 çarpı 91 2 14'ten 9 5 152 cevap olur 152. A ədədi 5'in kubu 5'in kubu 5 vur 5 vur 5 125'in 60 faizidir. Yani 125'i 60'a vurup 100'e bölürük. Bu şekilde ona ixtisar yaparsaq burada da belə 5'e ixtisar yaparaqmı? 25, 5'e ixtisar gedir 2, daha sonra 1, burada qalır 3, bu da bize verir 75. Daha sonra A'nı tapdıq. B ədədi isə 4'ün üstü 4, 4'ün üstü 4, 4 vur, 4 vur, 4 vur, 4, o da 256. 256'nın 75 faizi. 256 75'e vurup 100'e bölürüz. Yine ixtisar yaparaq 25'e ixtisar gedir mi? 125'e böləndə 4, burada ise 3. 256 da 4 ilə gedir 64. 64 vur 3, B də olur 12, 192. A oldu 75. Bizdən də 192 üstə gəl 75 cevabını istəyir. 7, 6, 2. Düzgün cevap oldu 267. 8. Verilən
bərabərlikdə boş xanaya yazılacaq ədəd. Aha, biz bilirik ki, bölünəni tapmaq üçün böləni, yəni 3-ün kvadratını vururuq natamam qismətə, yəni 2 üstü 5, 32 üzərinə də qalıq əlavə edirik. 32 vur 9, 270, 18, 288 üzərinə də 7 əlavə etsək, bu bizə verəcək 295. Daha sonra burada isə böləni tapmaq üçün bölünəndən çıxırıq qalır. Alınan cavabı 2 üstü 4-ü, yəni natamam qismətə bölürük. 411-dən 11 çıxsa 400, 400-ü də bölsək 16-ya. Deməli, 2 dəfə olacaq 32, 8, 80-də də olacaq 5 dəfə. Yəni, düzgün cavab olacaq 25. Burada cavab oldu 295. Burada isə cavab oldu 25. Doğru bərabərlikləri göstərin. Göstərək. 3-ün kvadratı 9. 9-un kvadratı 81. 81-i də vursaq 2 üstü 3 8-ə, bu bizə verir 648. Yəni birinci doğrudur. Daha sonra 5-in kubu 100 ikincidə. 5-in kubu yox, 2 budur. Aşağıda düz gedək, sırayla gedək. Bu 1. İndi keçirik 2-yə. Deməli 35-i bölsək 3-ün kubu 3 vur 3 vur 3 27. 27-ni 9-a bölsəm 3, 3-ün üstə 2 gəlsən 5, 35-i 5-ə böləndə 7. Burada 5 yaz. Deməli 2 səhvdir. Gəldik 3-ə. 5-in kubu bizə verir 125. 125-dən 17 çıxsan 108. 108-i də 3-ün kvadratı 9-a bölsəm 12. Bu isə yazıb 10. Deməli 3 də səhvdir. Deməli 3 səhvdir. 2 də səhvdir. 3 də səhvdir. Cavab olacaq 1, 4, 5. Yoxlayaq. 4-ə baxaq. 5'in üstü 4, yani 5 vur, 5 vur, 5 vur, 5. 2'nin kubu 2 vur, 2 vur, 2. Onun kubu da 2 vur 5, 2 vur 5, 2 vur 5. Onu 3 dəfə yazdım. Niye belə yazıram? Bayaq da dedim. İxtisar aparmaq rahatdır da. 5'lər gedir. 3 dənə 5. 1, 2, 3 dənə də 2 gedir. Burada qalır 5. Yəni 4-cü doğrudur. Sonra 5'ə baxırıq. 2 üstü 6 uşaqlar 64. 2 üstü 7 də 128'dir. 64 və 128'i də toplasaq 4, 2, 8 bu bizə verəcək 192. 4'ün kubu neçədir? 64. 192 böl 64. Bu da bizə verir 3. Deməli bu da doğrudur. Gəldik 6'ya. 4 vur olsun. 2 üstü 8. 256. Yani daha tutturamıyorsun. Deməli 4 vurulsun 256. Bu da 2 vurulsun 4'ün kubu da 64'tür. Burada 1 kalır. Burada 4 kalır. 4 vur 4 16. 16 2 bölü 8 edir. Burada ise 4 yazıb. Ona göre düzgün cevap oldu. B variantı. Və 10-cu testə baxırıq. Uyğunluğu müəyyən edin. Edək 5'in 1. 5'in kubu 125. 3'ün kubu 27. 125'ten 27 çıksa birinci. 125. 3'ün kubu da 27 düz. 98. Bura oldu 98. Aşağıda ise 7'nin kubu 343'tür. Bölsək 49'a 7. 98 ile 7'ye böləndə 14. Biri 14 nə gedir? 1B. 1B. Biri tapdıq. Aferin bizə. Keçirik 2'ye. 64 vurulsun 2'nin kubu 8. Bu da 2 vurulsun 4'ün kubu 64. Bunlar ikişer gelir. 8'i 2'ye bölündə 4. 2'nin qiyməti oldu Y. Bu da doğru. Keçirik 3'e. 2'nin üstü 4. 16. 3'ün kvadratı 9. Demək 6'nın kubu 6 vur 6 vur 6 bizə verir 216. 216'dan da 198 çıxanda bizə verir 18. 1, 2, 16 bölü 2, 8. 3'ün de cevabı D'dir. 1B, 2Y, 3D. Sonra keçək D variantına. İfadənin qiymətini tapın. Tapaq. Deməli, 3'ün kvadratı 9. 9'un kubu 9 vur 9 vur 9. 729. 6'nın kubu 6 vur 6 36. 36 vur 6 216.
216'nı da 2'ye vursak 432. Sonra ise 729'un üzerine düz hesapladıqda, aha 432 əlavə edirik. Deməli 16161 düzgün cavab. Bu da ne deyir? 9 üstü 4'ü. Bak 9 vur, 9 vur, 9 vur, 9 vur, 3 vur, 3 vur, 3 vur, 3'e bölürük. Bunlar hamısı hesab gedir. Kalır 3, 3, 3, 3. Olur 81. Bu deyir 81'i get 3 üstü 3'e, yani 27'ye böl. Burada cevap oldu 3. Sonra 2 üstü 4 biz bilirik 2 16'dır. 5'in kubu da 125'dir. Düzdürmü? Bunu da rahat necə yazaram? 2 vur 8 vur 125. Niye böyle parsaladım? 8'i 125'e vuranda axı bilirəm. 1000 olur. 2 vur 1000, bu da olacaq 2000. Burada da 3 var idi. 2000 ve 3'ü de toplasam, üzerine 3 əlavə etsem olacaq 2003. Birincide cevap 1161, ikincide cevap 2003. 7'nin kubu bilirik 343 çıx x. 2'nin kubu 8. 6 üstü 4 de 6 vur 6 vur 6 vur 6. Deməli 36 vur 36. 36'nın kvadratı 1296. Şimdi tənliyi həll edək. 343 x da bərabərdir. 1296 bölü 8'e. Deməli bir dəfə 49. 6 dəfə 48, 16, 2, 161. X'i də tapmaq üçün 343'dən çıxıram. 162'ni 1, 8, 1. Cevap olacaq. İkincide 181. Geldik 3'e. Deməli 18. 2 vur 9 18'dirsə 9 vur 2 de 18'dir. Başka 3 ve 6 kimi de yazabiliriz. 3 vur 6 18'dirsə 5 6 vur 3 de 18 edir. Deməli burada 3 de gəlir 3'ün kvadrat 9, 3'ün kubu 27, 3 üstü 4 81, 3 üstü 5 243, 3 de gəlir 9 12, 12 üstü gəlir 27 30. 9, 39 da gel 81, 120, 120 de gel 243, 300, bu var şuradan emin değil. 363, 363'ü 3'e bölsem 121, 121 de neyin kvadratıdır? 11'i. 5 üstü 4, 5 vur, 5 vur, 5. 625, 4'ün kubu 64, 3'ün kvadratı 9, üstü gel 2. Şimdi bakalım 625 üzerine 64 gelse 8, 9, 689. Bunun da üzerine gelirik 11. Bu bize verir 700. Düzdür. 700'ü 7'ye bölsek 100. 100 de neyin kvadratıdır? 10'un. Burada cevap oldu 11. Burada cevap oldu 10. Beşinci. Demek 3'ün kubu 3 vur 3 vur 3 27'dir. Düzdür. Yani n vurulsun 27 beraberdir 6912. Buradan da n'i tapmak için 6912'ni bölürük 27'ye. Onun için ne edirik? 69 2 defa 54 5 1 151'de 6 defa olacak. 27 vur 6'mız olacak. 6 defa olmuyor. Deməli 9'dan 4 5 yok. Peki 5 defa 135. 5 defa olsa 135. 11'den 5 6. Deməli 162. 162 böl 27. Bu da bize verecek 6 defa. Deməli 256. Burada cevap oldu. N 256. Bunu tapdık. Daha sonra 8'in kubu yani 8 vur 8 vur 8. Aşağıda da 4 vur 4 vur 4 vur 4. Bunlar da ikisinden geçse 2 2 2. 2 vur 2 4 4 vur 2 8. 8'i de 4'e bölende cevap olacak 2. Belə tapmaq mənə görə daha rahatdır. Amma belə də hesablaya da bilərsən. 8'in kubu 512'dir. 4'ün üstü 4 256'dır. 512 bölü 256 2. O da doğrudur. M 3'ün kvadratı 9'dur. Bir 9'un kubunu yani 9 vur 9 vur 9'u təmiyyə alır.
Bölürük. 9 vur 9 vur 9 yaxşı. Belə yazaq. 729-u nəyə bölsəm 9 olar? 729 9-a bölsəm 81. 81 də nəyin kvadratıdır? 9'un. Bu hissədə oldu. Düzgün cavab 9. Sonra 6. Baxaq 6'ya. 6'da deyir ki 19 son 1 8. 8'in də kubu 512. 19'un kvadratı uşaqlar 20'ye qədər yaxşı olar ki, kvadratları əzbərləyirsiniz. 19 vur 19 bizə verir 361. 11'in kvadratı da bizə verir 121. Bunları da toplasaq 4, 8, 2, 482 nə qədər böyükdür? 512'den də çıxaraq 482'ni bu da bizə verəcək 30. Əmədədə 6 üstü 4'ün 6 üstü 4 yəni 6 vur 6 vur 6 düzdür. 25 faizi %25. 25'e vurup 100'e bölsək bu bizə verir 4. 6 vur 6 36. Biz bunu 36 vur 36 böl 4 kimi yazsam bu da 36 ve 4 ixtisar gedər. 36 vur 9 bura olur 324. Ne dedi? 2 üstü 7. 2 üstü 7'de 128'di. 128'in 75 faizi %75. Bu da 100'e 25 ixtisar gider. Burada 4, burada 3 kalar. Bu da zaten 128 4'e bölünür. 32, 32 vur 3, 96. Bizden de 324 çıx 96 cevabını istəyir. Bu da olacaq 220 14 11 228. 7. sualın cevabı. Daha sonra 8'e baxırıq. Deməli, bölünəni tapmaq üçün böləni deyirsən ki, 2 kubudur 8'i vururuq 25 üzərinə 6 gəlirik. 8 vur 25 200 üzərinə də 6 gəlirik olur 206. Böləni tapmaq üçün bölünən çıxılsın. Bugün qalsın Murat, qalsın. Bugün qalsın. 444'dan çıxırıq 12'ni 400 432 432'ni də bölürük natamam qismətə, yəni 3 üstü 3 27. İndi bölü 27'ye deməli bir dəfə orada 27'de çıxsaq 10 oldu 162'də 6 dəfə olur mu? 42 4 yapdı. Deməli cavab olur 16. Burada 206, burada isə düzgün cavab olur 16. Daha sonra 9'a baxırıq. 4'ün kubu 4 vur 4 vur 4. Böyüyə də 4 64. Sonra deyir ki 64'ün kvadratını tap. Düz görürəmsə. Tapaq. 64'ü vursaq 4'e 4 vur 4. 16 256 düzdürmü? 6'ya da vursaq 24 kağıtda 384. Deməli 6 9 10 4096. Sonra bir 4096'ını da 4096'ını vuraq. 3'ün kvadratı yəni 9 olur. 9 vur 6. 54 5 yaptı. 6 9 0 8 36. Deməli birinci doğrudur. İkinci de ne deyir? Bir doğrudur. Onda yəqin ki cevap ya adı ya doğru olmayan deyir. Doğru olmayan. Doğru olmayan axtarırıqsa bir doğrudursa deməli A və B getdi. 63'ü bölək 4'ün kubu 64. 64'ü 8'e bölsəm 8 8'den 1 çıxsam 7 63 bölü 7 bu bize verir 9. Bu da 8 2. Sonra 6'nın kubu 6 vur 6 vur 6 216 üstə gəl 3'ün kubu yəni 27. 216 üstə gəl 27 bize verir 243. 243'ü də böl 3'ün kvadratına bu da bize verecek 2 18 63 27 ama bu 26 yazıbdı yani 3 doğru olmayan değil 2 3
Sonra 4'e baxaq. Bunu bilsiz necə yazaq? 6 vur 6 vur 6. 3'ü de 3 vur 3 vur 3 vur 3. 18'i de 18 vur 18 yazaq. 6 vur 3 18. 6 vur 3 18. Yuxarıda qalır 6 3 3. 3 vur 3 9 9 vur 6 54. 4 doğrudur. Ona görə 4'ü de çıxsaq doğru olmayan deyəndə cavab olacaq 2 3 6. Amma yenə də hesablayaq. Deməli 3'ün üstü 5, 243. 3'ün üstü 4'te 81. 243 ve 81'i toplasam 324'tür. 9'un kvadratı da 81'dir. Bölsək 4. Yani 5, 5'in cevabı doğrudur. Bir dənə qaldı 6. Onu da yaxlayaq. 6 vur, 3 üstü 6. 3 vur, 3 vur. 6 dənə 3'ü buraya yazaq. İxtisar aparacağım. 1, 2, 3, 4, 5, 6. 3 vur. 9'un kvadratı 9 vur 9 değil. 9 da bir 3 vur 3'tür. 9 bir de 3 vur 3. Başa düşdünüz? Bak 9'un kvadratı 9 vur 9 değil. Bu 9'un yerine de 3 vur 3 yazdım. Bu 9'un yerine de burada 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Burada qalır 6 vur 3 yani 18. Doğru olmayanlarımız oldu. İkinci, üçüncü bir de altıncı. Ve sonuncu. 7'nin kubu 343. 5'in kubu 125. Birinci 343 ve 125'i toplarsak 4, 6, 8. Bu getdi. Sonra 3'ün üstü 6'nı 3'ün üstü 4'e bölsək, bax hesablamadan 3 vur, 3 vur, 3 vur, 3 vur, 3 vur, 3. Bu da bölsək 3 üstü 4'e. Biz bilirik kəsir bölmədi. 1, 2, 3, 4. 1, 2, 3, 4. Burada qalır 3 vur 3, 9. Sonra ne istəyir? Bizə deyir ki, hə, bura oldu 468, bura oldu 9. 468 də bölsək 9'a 45, 5 dəfə 52. 52 cevabı var mı? 1C var. Daha sonra baxaq 2'yə. 81 3 üstü 4'dür. Düzdürmü? Cevapları yazaq. Yaxşı, bu dəfə cevapları yazaq. Deməli 81 3 üstü 6'da İxtisarı bilmirəm. Yəni hələ aparana kimi mən zərrincəklik eləməyib yazaq. Bu da 9 üstü 3, 9 vur, 9 vur, 9 deməkdir. Düzdürmü? Nə demək istəyirəm? Bax uşaqlar, 3 vur 3, 9. 3 vur 3, 9. 3 vur 3, 9. 81'i də 3'e böləndə 27. 2'ye gedir. Y variantı. Üçüncüyə baxaq. 3'də nə deyir? 3'ün kubu. 3 vur 3 vur 3. Peki ikhtisar gedəcək. 3 vur 3 vur 3 27. 6 vur 6 vur 6 216. Onun kvadratı neçə edir? 100. 100'den de 28 çıxanda 72. Bu da 72'ye ixtisar gedir. Burada qalır 1, burada qalır 3. 27 vur 3 81. 3'e de gedəcək. A variantı. Bitti. Uğurlar. İnşallah bu videoların, bu izahların hər birinizə kömək çox olar. Növbəti izahlarda görüşərik. Sağ olun.